Ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər hesab edir ki, bu məsələdə təkcə valideynlərin yox, sosial şəbəkə platformaları və təhsil müəssisələrinin də məsuliyyəti artırılmalıdır. Son dövrlərdə baş verən bəzi hadisələr uşaqların internetdə qarşılaşdığı risklərin ciddiliyini göstərir. Mütəxəssislər də hesab edir ki, sosial şəbəkələrin yetkinlik yaşına çatmayan uşaqlara zərərli təsirləri var. Xüsusilə də kriminal hadisələrə meyillik yaradır. Orta məktəb şagirdinin silahdan gedib istifadə etməsi, yaxud Ağcabəddə 10 yaşlı uşağın götürüb özünün həm yaşıdına bıçaqla zərbə, belə deyək, xəsarət yetirməsi. Bunları harada görürlər bunlar? Harada, belə deyək ki, bu bilgiləri əldə edirlər, bu negativ vərdişi. Təbii ki, bunlar hamısı sosial şəbəkələrin təsiridir. Azərbaycanda rəsmi sorğu keçirildi ki, valideynlər uşaqlara nə dərəcədə sosial şəbəkələrdən qorumaq üçün addım ata bilirlər. O sorğuda iki element üzə çıxdı. Bir məlum oldu ki, yetkinlik yaşına çatmayan şəxslərin 60% sosial şəbəkələrdən istifadə edirlər. Bu bir faktdır. İkinci faktor odur ki, 47% valideyn, yəni o sorğuda iştirak edenlər demişlər ki, biz uşaqlara nəzarət etmək imkanında deyil. Bunun üçün nə vaxtımız, nə belə deyək ki, bizim o texnoloji bilgilərimiz yetərli deyil. Bir çox ölkələrdə artıq bununla bağlı müxtəlif mexanizmlər tətbiq edilir. Yaş məhdudiyyəti, valideyn nəzarəti və platformaların məsuliyyətinin artırılması uşaqların internet təhlükəsizliyinin əsas istiqamətlərindən hesab olunur. Artıq qanun dediyimiz kimi 3 komponent qarşısında valideyn, tədris müəssisələri və belə deyək, sosial şəbəkə provayderlər qarşısında məsuliyyəti qoyur. Sosial şəbəkə provayderləri əgər bu məsuliyyətdən yayınacaqlarsa, onları böyük mənada cərimələr gözləyir, cəzalar gözləyir, onlara qarşı müəyyən özlərinə qarşı məhdudlatıcı addımlar olacaqdır. Bu qanunverici tələb edir. Yer gəlmişkən deyim ki, bu praktik artıq dünyanın bir sürü ölkələrində, artıq hətta daha çox Avropa ölkələrində tətbiq olunubdur və müsbət elementini verir. Azərbaycanda da biz bunun müsbət elementlərini görəcəyik. Eyni zamanda cəmiyyətin maarifləndirilməsi istiqamətində medianın da kifayət qədər rolu böyükdür. Mütəxəssislər hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan yeni tənzimləmələr, platformaların məsuliyyətinin artırılması, valideyn nəzarətinin gücləndirilməsi və maarifləndirmə işinin genişləndirilməsi uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz böyüməsinə və sosial şəbəkələrdən daha məsuliyyətli istifadəsinə töhfə verəcək. Ağcəl Əskərli, Azər Nağıyev, ATV Xəbər.